ata olursan, qardaşım, səni təbrik edirəm. Qoşunun sağ işi düşür. Nə işi? Mənim elə bir şey, sinirlaşımın elə bir şey olub. Nə olub? Şey eləmək istəyirlər, elə bir cündüvari bir şey eləmək istəyirlər. Nə eləmək istəyirlər? Mən də indi gəlib səndən şey istəyib. Elə bil ki, bunun sinif yoldaşları var. Onlar yığışıblar şey eləyirlər. Bəli. Nə var? İndi qoşu da istəyir ki, sən də buna bir şey eləyəsən, bir şey verəsən. Valla bu şeyi yığışdırın görə nə danışırsınız? Onlar haq dünyasındadılar, onların niyə narahat elirsən? Mənim işimə qarışmayın. Nərən mən işim var deyirəm. Danışdım, deyir ki, getsin. Sonra da deyirəm ona. Mənim gözəl qardaşım, uşaq böyüdükcə ata uşaqlaşır. Kövrəldim hə. Göründə ata olsan nağararam. Götürün geç. Yadında qalsın bala, içki birinci adamın ağlını başından alır. Sonra əlində olanları. Hər gün evə içkili gələn kişi evin yükünü yox, öz kefini daşıyır. Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Mənşət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları. Kənd havası, şənbə günü, saat 20-də, Xəzərdə.